Hello, salam. Türkiye verişlerin sıralaması partı 2. Son part. Hadi bakalım başlayalım. O Ses Türkiye. O Ses Türkiye'nin Yıldız Tilbe, Ebru Gündeş vaxtında çox xoşuma gəldi və Masal Fuad Özkan vaxtlarında xoşuma gəldi. Çox sevirdim. Onun içində 3 ama en sevdiğim verişleri tabii ki Çarxı Fələk. Allah'tan başqa şey sizə dedim, olardı. Çarxı Fələk. Çarxı Fələk çox sevirəm. Dəli vəziyyətdə, maniyak dərəcəsində xəstəsi idim bu verişi. Həm Məmməd Əli Ərbini, həm də Çarxı Fələk sayəsində Türkiyənin əlifbasını öyrəndim, deyimlərini öyrəndim. Deyimi çox bilməsəm də, aram olmasa da, yəni bilirəm, az olsa da bilirəm. Ata sözlərini bilirəm. Çox sevirəm. Həm Məmməd Əli Ərbini, həm də mən uşaqlıq xəyalim idi ki, Çarxı Fələyə gedim, yarışmacı olum və pul alım, ya ev, ya maşın alım. O vaxtı ev, maşın verdilər. Çox sevirdim. Yəni indi də Məmməd Ərbili yoxdur. Bilmirəm ölübmü, yaşayırmı? Ölübsə Allah rəhmət eləsin, yaşayırsa Allah ona uzun ömür, can sağlığı versin. Onun üçün də bir, təbii ki bir. Çox sevirəm. Qismət olur. Mən aşqa da inanmıram, sevgiyə də inanmıram, evliyə də aram yoxdur, zəhləm gedir. Yəni belə qismət olan verişləri zəhləm gedir, nifrət edirəm. Yəni o Allahın yazdığı bir alın yazısıdır. Nə vaxtsa qarşına çıxar, yəni Allah nəsib edirsə eylənə bilərsə, amma veriş məncə olmalı deyil, qaldırmalıdırlar. Onun üçün də o. Bu nə? Türkiyə Popstar. Türkiyə Popstarda çox müğənnilər çıxdı. Məsələn, Tarkan çıxdı. Çox xoşuma gəldi Tarkanda. Qabaqda xoşuma gəlmirdi. Fəqət Tarkan evləndən sonra normal bir insan oldu. Yani geyimin, davranışı, necə deyim, hərəkətdə normal oldu. O vaxtı bəyənirdim Tarkanı, amma indi bəyənirəm. Onun üçün də 4. Bu nədir? Hə, bunu da çox xoşuma gəlir, çox bəyənirəm. Onun üçün də 2. İşte ben tarzım. Modanı çok hoşuma geldi. Çok seviyorum modanı. Zaten ben modanı arasında bölmüşəm. Fakat bu jöleləri sevmediğim için 6. Ayda bilirdim de bu gələcəyini bilirdim. Kaş bunu 3'e qoysaydım. Bunu da çox sevirəm. Yəni Çarxı Fələk kimi olmasa da, Çarxı Fələk təbii ki birdir mənim üçün, amma varmısı yoxmusu onu da xəstəsi idim, çox sevirdim yarışmalar. Orada Nülgün də bir yarışmacısı var, Gözü Maviş Maviş. Çox xoşuma gəlirdi. Onun üçün də 5. Hətta Nülgün səhv eləmirəmsə bir veriş yaparmıştı, yemek veriş yaparmıştı, səhv eləmirəmsə, xatırlamıramsa, nəsə, kəlmə oyunu. Kəlmə oyunu arada baxırdım, indi baxmıram, vaxtım olmur, bilmirəm, indi gedirmi, getmirim, amma boş vaxtımda olanda izləyirdim. Çünki yaddaşı gücləndirir o insanı, suallarına. Onun üçün də 7. Yetenəksiz Türkiyə baxmamışam, bilmirəm, onun üçün də 9. Bu nedir? Bu da bilmirəm. Yani bir izleniyor. Bilmirəm. Yani bu sıraması çok hoşuma geldi. Fakat o Popstar'ına var mısın yok musun yeri dəyişdi. Sadəcə süper oldu ama yine de qəşəngdir. Son part olduğunu demiştim. Videomu beğenmeyi, kanalıma abone olmayı, videomu paylaşmayı unutma. Size yaxşı baxın. Bye bye.